44 və 45 nömrəli tapşırıqları həll eləyək. İzahat verək uşaqlar. Bununla yekunlaşdıraq. Yaxşı. 44-də baxaq. 44-ün birinci tipli misalına baxaq. Uşaqlar, mən nağdı Z hərfinə uyğun bir hissə gördüm. Və mən sizə demişəm ki, əsas bu tipli tapşırıqlarda baxın, görün Z tipli hissə var ya yox. Mən amma Z tipli hissəni gördüm. Onu da başqa bir rəngi ilə işarə edirəm ki, siz də görəsiniz. Bax, nağdı bu Z tiplidir. Gördünüz? İndi davam eləyək. Bura 45 dərəcədir. Onda harada 45-dir? Burada 45-dir. Bura verilib 115. 115 və buranı soruşur. Bura göydə taparıq da, elə deyil uşaqlar. Çünki bunların cəmi nəyi verir? 180 dərəcə verir. Plus 115 dərəcə üstəgəl alfa bərabər 180 dərəcə. Əla, əla, əla. Yaxşı, uşaqlar, indi bura baxaq. 115 ilə 45-i topladıq. 180-dən də bunun cəmini çıxdıq. Necə dərəcə eləyər? 20 dərəcə. 20 dərəcə elədi. İndi bizdən nəyi soruşur? Bizdən alfa soruşur. Baxışırıq, alfa var. Yoxdur. Beta var. Beta 45 dərəcədir. Var da. Beta 45 dərəcədir. Yebən də uyğundur. Və bir də görək nə uyğundur. Betadan çıxma yolu vermir. Keçirəm neçəyə? İkincisinə. Uşaqlar, şəkil çox qəşəng şəkildir, baxın. Bir hissəsi tamamlayıcı bucaq kimidir. Bu da belədir. Bu da bu belədir. Şəkil çox gözəl çıxdı. Bura alfa, bura beta, bura 75 dərəcə, bura 50 dərəcə. Siz də bilirsiniz ki, bunlar qarşılıq bucaq olduğuna görə bunun özü də betadır. İndi beta tapacaq da uşaqlar. Beta tapacaq. Görək necə tapırıq. Deməli, bura 75 dərəcədirsə, 75 ilə tez 50-yi toplayaram. Bax, şu bucaqda axı. 75 ilə 50-yi toplayaram, neçə eləyir? 125. Düzdür. 180-dən də 125-in çıxaram. 180 niyə? Çünki üç bucağın daxili bucaqların cəmi 180-dir. 180-dən də 125-in çıxaram, eləyər 55. Deməli, beta 55-dir. Beta 55-dir. Bəs alfa neçədir? Baxın, mən sizə demişdim. Biri iti, biri kör formadadırsa, deməli, bir-birinin tamamlayıcısıdır. Tez yeniyərəm, 180-dən çıxaram, neçəsin? 55 dərəcəsin. Beta 55-dirsə, alfa da 125 olacaq. Yaxşı, 125. Gəlin görək, burada hansı variant uyğunda? Deyək, alfadan beta çıxanda nəyi verir? 70. Gəlin görək, verir onu. Yazaram, alfa çıxaq beta bərabərdir. 125-dən çıxaraq 55. Bəli, verir. Deməli, 44-ün ikincisinə nə uyğundur? İkincisinə B bəndi uyğundur. 44-ün ikincisinə B bəndi uyğundur. Bir də baxaq görək, başqa bir şey uyğun deyil. Hə, beta da 55-dir. Bir də C bəndi uyğundur. Əla. İndi keçirəm üçüncüsünə. Üçüncü şəkil. Üçüncü şəkili mənim əziz 9-cularım əzbər bilir bunları. Üzürlü sayım. Yavaş-yavaş öyrənəcəm uşaqlar. Yaxşı, gəldi belə. Buradan da belə. Əla. Uşaqlar, bura 100 dərəcə. Bura 135 dərəcə. Buranı soruşur. Buranı soruşur. Necə taparım? Burada bura alfa ilə qəbul edirlər uşaqlar. Burada beta kimi götürüblər. Onda mən
Bura 135-dirsə, mən alfa göydə tapa bilərəm. Niyə? 360-dan 135-in çıxaram da. Düzdür? Baxın. 360-dan 135-in 225 dərəcə. Ondan sonra baxın. Onda bu alfa necə taparam? Bu tam bucaqdır da. Bir tərəfi var 135. 135. Alfa da tapdım. Elədi 225. Bura qədər aydın bilirəm. İndi bu beta da həmən bu ayağa oxşadırdıq. Hə, uşaqlar. O tipli formaya görə həll eləyək. Mən buradan da 135-dən neçəsini çıxaram? 135-dən 100 dərəcəni çıxaram. Eləyər 35 dərəcə. İndi variantlara baxaq. A bəndə uyğundur. Bir başqa siz özünüzdə baxın. Bir də mənim nəzərimdən qaçar. Bir də nə uyğundur? Hə, alfa minus beta da var. O bəndinə biz baxmadıq. Alfa minus betaya baxaq uşaqlar. Görək 90-ı verir. Alfa minus beta da bərabərdir. 225-dən çıxaram 35-in. Bəli, 190-ı verdik. Həm də D bəndi uyğundur. Deməli, həm A uyğundur, həm də D bəndi uyğundur. Əla, əla, əla. Uşaqlar, çox gözəl, çox qəşəng. Bilirəm ki, özünüzdə rahat yazımsız çətinliyiz olmayacaqdır. 45 nömrəli misala keçirəm. 45 nömrəli misala keçirəm. Aha, bu tipli misalı gəlin görək necə həll edirik. Ay. Yaxşı, şəkili çəkirim. Birincini. M hərfidir, uşaqlar, şəkil çəkmirəm, bərabərdir. Necə həll eləyəcəyik? Bir 45-də baxın, biz bu tipli misallarda nə edik? Dedik ki, 360-dan çıxırdıq 110-dan 150-nin cəmi. Çünki bunların hamısı 360 dərəcə verir. Cavab 100-lə 150, 250, 360-dan 100, aha, cavab 100 dərəcə. Ay. Uşaqlar, mən nə baxıram? 45-ə baxmıram. Hədə 45-dəyəm də. 44-də həll elədik, qutardıq da. Yaxşı, uşaqlar, mən davam eləyirəm. İkinciyə. Uşaqlar, amma bir şey veriblər. Variantda verməyibdir. Daha doğrusu cavabla verməyibdir. 100 dərəcə almışım. Deməli, kör bucaqda. Kör bucaqda. Ona birə C bəndə uyğundur. Keçirəm ikinciyə. İkincidə şəkli çəkməliyəm. Şəkil çəkdiyim. Zigzag formasındadır. Bura, uşaqlar, şəkil çəkmirəm. Çünki şəkildən səhv çəkərəm. Şəkil çəkmək istəmirəm, vaxtımızı aparmaq istəmirəm. Baxın, görün, 2-dən nə edik? Girintili hissələrin cəmi çıxıntılı hissələrin cəminə bərabərdir. 30-la alfanın cəmi 40 ilə 20-nin cəminə bərabərdir. Ona görə buradan alfa bərabərdir. 40 ilə 20-ni toplayıram. Eləyir 60 və 60-dan da 30-un çıxıram. Alfa 30 dərəcə. Əla. D bəndi. Həm də 2 bucaqdır. Çünki 90 dərəcədən balacadır. Həm də A bəndi uyğun olacaqdır. Bunlara diqqət yetirin uşaqlar yazanda. Həmişə bu tipli misallarda bir variantı ötürsən, gəlib çıxacaq məsələnin səhvinə. Üçüncüyə baxırıq. Üçüncüdə. Uşaqlar, üçüncü də lap rahatdır. Buradan alfa nəyə bərabərdir? Bu 2 dənə çıxıntının cəminə. 42 ilə 48-in cəminə. 42 ilə 48-in cəminə. Cavab 90. 90 dərəcə yoxdur, düz bucaq yazıbdır. B bəndi uyğundur. Çox, əla. Uşaqlar, ev tapşırıqlarımızı bununla yekunlaşdırdıq. Mən də yoruldum, siz də yoruldunuz. Sağ olun, hər birinizi öpürəm.